Dəyərli izləyicilərimiz, baxın, belə evləri satmaq istəyən adam da ürəklə çəkir, təqdim eləyir. Şəxsən indi mən sizə bu ev haqqında bütün məlumatları verəcəm və bütün tikinti normalarına, bütün tikinti standartlarına cavab verən sizə bir dənə ev çəkib təqdim eləyirəm. 4 otaqdan ibarətdir, amma indi özünüz başa düşəcəksiniz. Bu evi 7-8 otaq rahat şəkildə eləmək olar. Masazır qəsəbəsində 6 nömrəli məktəbin tam yaxınlığında, qəşəng hündür ərazilərin birində, nəmişliyin olmadığı bir yerdə həyatına avtomobillər daxil olan. Burada trapı, kanalizasiyası, qazı, suyu, işığı hamısı qaydasındadır. Baxın, belə bir evimiz satılır dəyərli izləyicilərimiz. Qoşa kubik, mərtəbə arası monolit beton. İndi sizin bura zirzəmi deməyə adamın dili gəlmir. Yəni, buranı təmir edib, əməlli başlı otaqlar eləmək olar. İkinci mərtəbədə tam təmirli olacaq, narahat olmayın. Amma bura bu vəziyyətdə veriləcək. Evin fundamentinə baxın, hörmətli izləyicilər. Monolitə baxın, bütün tikinti standartlarına cavab verən Masazır qəsəbəsində 110 kvadrat paket kupçalı, evin də torpağında kupçası olan. Torpağına baxın, qupqurudur dəyərli izləyicilər. Birinci mərtəbəndə elektrik işləri görülüb. Evin arxasında da, yəni fırlanmaq üçün göstərim də, hərdən ərinirəm evimdə. Soyuqdur biraz. Baxın, evin arxasında da yeri var. Evin hər tərəfi, dörd bir tərəfi suvanıb. Deməli, dəyərli izləyicilər, evin də torpağında kupçası var. Qaz, su, işıq, kanalizasiya, mərkəzləşmiş kanalizasiya sistemidir. Deməli, sayğaclarına qədər hamısı qoyulub. Gedək sizi ikinci mərtəbə ilə tanış edeyim. Yəni, bugünkü gün bu qiymətə belə bir ev tikmək, ortaya çıxartmaq, hörmətli izləyicilər, həqiqətən də əla evdir. Deməli, krişiyə çıxmağa yeri, kombi xəttləri, istifolun kollektoru. Super evdir. Deməli, buradan da qapı qoyub, mətbəxdən də qapı qoyub çölə çıxmağa. Evdə bir tək aboylarla qapıların qoyulmağı qalıb. Onlar da haradasa bir həftəyə tam şəkildə təhvil veriləcək. Deməli, evin mətbəxi istifoldur. Burada istifoldur. Laminatına qədər vurulacaq. Bura qonaq otağıdır. 110 kvadrat qəşəng evdir. 4 bir tərəfi qoşa kubikdir. Otaqlara kondisionerin xətti, kombi xəttləri hamısı qaydasındadır. Elektrik qovşaqları falan, rozetkalar falan hamısı qoyulacaq. Yəni, bildiyiniz çiçək kimi sizə təhvil veriləcək. Baxın belə, hamamsanız ya, duş kabinanın yeri qoşa kubikdir. Baxın, pəncərə düşmür, amma qoşa kubikdir. Qiymət neçədir? 110 minə? Qiymət 110 min manatdır. Paket kupçadır, dövlət ipotekasına da yararlıdır. Ev kimə maraqlıdır, gəlsin, lap aboyu seçə bilər ki, yəni, mən bu aboyu istəmirəm, güllə aboyu istəyirəm, yaşıl aboyu istəyirəm, sarı aboyu. Yəni, zövqə uyğun da eləyə bilərsə, hər çatsaz. Sağ olun.